Mən onda onu bilinçli qəbul edib etməməmə qərar vermirəm də. Bəlkə onlar bizi seçirlər. Bizim auramız təmizdirsə, 7 qatımız təmizdirsə. Necə? Allahla bağı. Hə. Məsəl üçün deyirik ki, kainatdan gələn enerjini sən ala bilmirsənsə, biz onu seçmirik, onda o bizi seçir. Əgər sən ala bilmirsənsə, deməli səndə nəsə var ki, o sənə gəlib çıxmır. Sənə o enerji göndərilir. Amma sənin energetik gözləyin, baxın. Bax, zədələnmiş aura budur. Zədələnmiş 7 qat bədənlər bax budur. Sən burdan enerji ala bilirsən? Biri gedir ora, biri axın gedir. Sən burdan əgər alırsansa bu enerjini, bunlar hamısı darmadağın olur, gedir. Onda biz hisslərimizə, düşüncələrimizə, karmamıza deməli əməl etsək deməyim də, nəzarət etsək, mütəmadi izləsək, onda bizim auramız tamamlanır. Tamamlandıqda bax cadu göz nəfsdir, hamısı neqativ enerjilərdir, varlıqlardır. Mənim bu auramı dəlib keçə bilər sizcə? Yox. Əgər mən mental olaraq sağlamamsa, əgər mənim düşüncələrim, bəli, 7 bədənim tamdırsa, mənim yaradanla əlaqəm varsa, mənim əgər həmin o enerjini mən çakralarıma çatdırıramsa və mənim o çakralarım aktivləşərək məni daha da işıqlandırırsa, kim mənə nə edə bilər? Nə qohumlarım, nə uzaq yaxınlarım və yaxud da qonşularım gələr mənə ən ağır, məsəl üçün, cadunu belə eləsə, bunu o yarıb keçə bilməz. Amma insanların çoxusu bu vəziyyətdədir axı. İnsan travmalıdır. Adi bir söz belə başlayır səni qırmağa. Adi filan kəs mənə belə baxdı, belə səni başlayır qırmağa. Çünki insan tam deyilsən. Sən sadəcə sönük bir işıqsan, gəzirsən orada. Daha sonra bizim intuitiv bədənimiz var. Bu bizim birbaşa bu acına 6-cı çakramızdan əlaqəlidir. Intuisiya, bəli. Intuisiya hardan gəlir? O da enerjidən gəlir də. Mən məsəl üçün bura gəlmək istəmirəmsə və yaxud da istəyirəmsə, mən bunu fiziki bədəndə yox axı, mən bunu energetik olaraq hiss eləyirəm. Mən hiss eləyirəm. O hiss çoxsunda aktiv deyil və yaxud da o hardansa bir enerji gəlir ona, o elə bilir ki, yad bir enerjidir və yaxud da başa düşmür və yaxud da qəbul eləmir və yaxud da burada ego öz rolunu oynayır. Deyir ki, yox, mən öz bildiyimi eləyəcəm. Və o intuitiv bədəni yenə də nə edir? Bax, bu günə qoyur. Darmadağın eləyir. Və bu zamanda həmin o intuisiyanı düzgün şəkildə insan qəbul eləyə bilmir. Sən başa düşü bilmirsən, bu mənim intuisiyamdır, mənim kodlarımdır və yaxud da həqiqətən də oradan mənə göndərilən bir sorğudur.